Biz məcburiyyət qarşısında qalmışıq. Ona görə də bu zirzəmidə yaşayırıq. Həyat yoldaşım 2-ci dərəcəli xəstədir. Ağır dərəcəli xəstədir. Hər şey açıq demək istəmirəm. Amma məlumat verməkdə vacibdir. Yoldaşımın hissiyatı zəif olduğuna görə evdə rahat qoyub işə gedə bilmirəm. İşləyə bilmirəm. Yoldaşım 250 manat dövlət tərəfindən pensiya alır. Dolanışığımız zəifdir. 2 uşağımız var. Qızım taekwondo idman növü üzrə idmanla məşğuldur. Dərəcələri var, nailiyyətləri var. Dünən də, yəni fevral ayının 1-də Ceyranboy rayonundan bir möhtəşəm birincilik gətiribdi. Bizim belə bir acınacaqlı vəziyyətimiz var. Xahiş edirəm, bizə yardım olun, dəstək olun. Bu zirzəmidə yaşamaq acınacaqlıdır. Artıq dərəcədə xahiş edirəm sizdən, bizim vəziyyətimizi nəzərə alın. Təkrar edirəm, yenə də deyirəm, həyat yoldaşım xəstə olduğuna görə evdə rahat qoyub işə gedə bilmirəm. Məcburiyyət qarşısında bu zirzəmidə yaşamaq məcburiyyətindəyik. Sizdən xahiş edirəm, bizim müraciətimizi qəbul edin, bizə dəstək olun. Təşəkkür edirəm.